uğurlu ailə o ailə deyil ki, orada dava yoxdur. Boşanmağa gedib çıxmır. Mümkündür bir-birinə zülm eləyirlər, bir-birinə dözür. Ya biri dözür digərinə. Zahirən baxsan bir-birindən yaxşıdır, amma bilmirsən, axı, bu ona ürəyinin qanını yiyir ona dözənə qədər. Ya kişi, ya qadın hər ikisinə aiddir. Maşallah, bugün elə qadınları hərdən o qədər məzlum edirlər, yavaş-yavaş kişi məzlumlaşır. Mən bunu da müşahidə edirəm. Amma mən heç birinin tərəfini tutmuram, mənə fərqi yoxdur. Hər iki tərəfdə olsa zülüm pis bir şeydir. Yaxşı ailə o ailədir ki, ailənin hər bir üzvünün ən əsas cismani və ruhi ehtiyacları o ailədə təmin olunsun. Yaxşı ailə bax bu ailədir. Ən ləzzətli istəkləri ailə təmin eləməlidir. Ən gözəl anları ailədə keçməlidir insanın. Bütün mənəvi